Həyatımda bütün varlığımla, keçdiyim həyat yoluyla məktəbə borçluyam, müəllimə borçluyam. Tərtər Peşə Məktəbi Publik şəxsin direktoru Babayev Ali. Məktəbimiz digər məsələlər kimi strateji inkişaf planına uyğun hərəkət edir və bu da bizə imkan verdi ki, 6 peşə istiqaməti üzrə kadr hazırlığı apara bilir. Salam, mən Nəzərov Bəhruz Qayramoğlu, Tərtər Peşə Məktəbi Publik şəxsin Tərtər Peşə Məktəbi peşə və bazarlarının qudrat çevrildiyi ünvandır. Bura regionda peşə təhsilinin inkişafına töhfə verən, əmək bazarının tələblərinə uyğun ixtisaslı kadrlar hazırlayan qabaqcıl təhsil müəssisələrindən biridir. Burada yalnız nəzəri biliklər deyil, eyni zamanda real praktik bacarıqlar, praktik tədris imkanları, müasir peşə ixtisasları öyrənən təcrübəli pedaqoji heyət gələcəyin peşəkarlarının formalaşmasına xidmət edir. Unutmayın, peşə mühasirəsi gələcəyin var. Əziz şagirdlər, hər birinizi Tərtər Peşə Məktəbində gözləyirik. Tərtər Peşə Məktəbi publik hüquq şəxsinin tədris təlim işləri üzrə direktor müavini. Uğurlu gələcək naminə Tərtər Peşə Məktəbini seçin. Tərtər Peşə Məktəbinin başçısı Sönüqlan Həmid oldu. 27 il təhsil sahəsində fəaliyyətini görür. Çalışmışıq dövlətimizə yaxşı sənətkar yerləşdirək. Həmin arzularına çatmışıq. Çalışmışıq həmişə bizim tələbələrimiz gələcəyin qurbanı olsun. Tərtər Peşə Məktəbini seçin. Çünki burada yalnız peşə deyil, həm özünə inam, həm güclü motivasiya, həm də gələcəyə faydalı kadr yetişir. Milli mənəvi dəyərlərimiz olan xalçaçılıq dekorativ tətbiqi sənətinin bir növüdür. Peşə sahibi olmaq sadəcə iş qazanmaq deyil, cəmiyyətdə öz yerini tapmaq deməkdir. Gözəllik bizim peşəmizdir. Biz insanlara özlərinə inam və fərqli görünüş bəxş edirik. Tərtər Peşə Məktəbinin bərbər qrupunun tələbəsi Sahib Azər. Ən böyük uğurlarından biri burada təhsil almaqdır. Tərtər Peşə Məktəbini seçmək gələcək uğurlar üçün atılan güclü addımdır. Bura bizim bitkiçilik mütəxəssisi üzrə qrupdur, laboratoriyadır. Burada tələbələr istər nəzəri dərsləri, istər praktik dərsləri sevə-sevə öyrənirlər. Dövlət Agentliyi tərəfindən yenilikdə bizə müasir cihazlar verilmişdir. Torpağın toşuluğunu ölçmək üçün məlhəmlərdir, bitki toxumlarıdır. Biz burada bu günlərim Altun 2, Suqovşan, Qayıdış 24, Şuşa sortları və s. kimi sortlarla tanış olduq. Çəkisini təyin eləyir tələbələr. Burada 1000 dənə saydılar. Tərtər Peşə Məktəbinin bitkiçilik qrupunun istehsalat təlim ustası Məmmədova Şəraf. Saxlarından öz təcrübənizi burada davam etdirməkdir. Gələcəyini dəyişmək istəyən insan bugünü doğru dəyərləndirməlidir. Tərtər Peşə Məktəbi bu fürsəti təqdim edir. Bugünkü mövzumuz ardıcıl və paralel qoşulmalardır. Əgər biri xəttlikdən çıxdıqda nə baş verir?
Vaven qoşulmadır. Buradan yandırıb belə yandımaq. Yəni deyim, vaven formasıdır. Burada da vaven. Buradan yandırıb, buradan keçə bilir. Əməliyyatçı mühasibə ixtisası üzrə məzunlar gələcəkdə idarə və müəssisələrdə maliyyə xidmətlərinin düzgün aparılmasına xidmət edirlər. Mən hal-hazırda müəssisədə işləyən işçinin məzuniyyət haqqını hesablayıram. Çalışır ki, şagirdlərimizə bu xəstələr haqqında məlumat verək, onlar daha yaxşı, mükəmməl olaraq baytarı elmini öyrənsinlər. Bunlar heyvanlarda bu xəstələrə qarşı mübarizə aparmaq üçün istifadə olunur. Burada məqsəd sadəcə məzun yetişdirmək deyil, peşəkar və özünə güvənən insanlar formalaşdırmaqdır. Bizim bugünkü praktik işimizdir, sadə donanım hazırlanmasıdır. İnsan mədəni qurumlarla ölçülər götürürük. Ondan sonra ölçülərə əsasən hesabatımızı aparırıq. Çerközünü qurduqdan sonra biz bunu kəsirik. Konstruksiyaya əsasən biz parçamızı kəsdik və donumuzu hazırladıq. Stoludur, bu da yastıq üzəridir. Biz burada hamısında işləmələrlə. Bildiyimiz kimi bu qrupa kənd təsərrüfatı məhsulları istehsalı üzrə fermer qrupudur. Gələcəyin fermerləridir. Gənclərə ümumi tuturam, Tərtər Peşə Məktəbinə buyursunlar. Gələcəklərini bunun üçün yaxşı təhsil alsınlar. Suvarlar rayonlarda qarşıdalı əsaslı 4 qrupa bölünür. Birincisi boy artırıcısı. İkinci suvarmacılığı isə çiçəklənmə fazasıdır. Bu fazada bitki ən çox ehtiyac duyur. Tərtər Peşə Məktəbi avtomobil təmir işçilikləri qrupunun bugünkü mövzumuz sildir qoxunun sökülüb yığılmasıdır. Tərtər Peşə Məktəbi, elektrik transformer qrupu, bugünkü modulumuz metalın təmizlənib qaynak edilməsidir. Tərtər Peşə Məktəbi avtomobil generator mexanizminin işləyib-işləməyini yoxlayır. Səviyyəsi müəllimlərin peşəkarlığından asılıdır. Bugün isə peşə məktəbləri çox böyük hörmətə layiq olan məktəblər olmalıdır.